Törəmə əmələ gələndə, o törəmə böyüyəndə, hətta qarın boşluğunu tam tutana qədər qadın ağrı bilməyə bilir. Qarın boşluğunda ən böyük çıxartdığım yumurtalıq törəməsi 11 kilo 800 olub. Qadın kökəlib və siz indi bəlkə ona gülərsiniz. Doktor, 2-3 hamiləlik ölçüsündə az qalan. Amma bu insanların hamısı ətrafımızda gəzən insanlardır. Doktor, necə gəzdirib onu? Gəzdirib. Axı o tədricən böyüyür. 21-ci əsrdə ayıbdır. Qadın arıq olarsa da o törəmə təbii ki bilinir. Amma kök olanda qarın boşluğu deyirik. Boşluqda elə bir yerlər var ki, orqan orada özünə yer tapır. Və bilirsiniz maraqlısı nədir? Hə, düzdür, qadın kökəlir, fikir verməlidir, qarın boşluğu böyüyür, necə hiss eləmir və s. O başqa suallar. Bu orqan ağrımır. O qədər böyüyə bu orqan ağrımır, ağrı vermir. Biz adətən yumurtalıq xərçəngini 3-cü mərhələdə qarşılaşırıq. Erkən, məsələn, uşaqlıq cismi xərçəngini biz öncə tapa bilirik, birinci, ikinci mərhələ. Amma yumurtalıq xərçəngini demək olar ki, ilk mərhələlər